Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala nebiyyina Muhammed ve ala alihi ve ashabihi ecma'in amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuh. Tükenmeyen arzular, istekler, talepler. Bir insanın, bir Müslümanın elbette ki arzusu, tələbləri, istekleri, bunların hamısı bir ünvanadır. Allah. Bəli, Allah'a dua etmek, yardım istemek, ettiğim bir niyeti hayata keçmesi için, Allah'tan bunun için yardım istemek, her bir Müslümanın doğal hakkıdır. Ve elbette ki Müslüman usanmadan Allah'tan bunu istemelidir. Ve heç vaxtı da xəyalından belə bir fikir keçməməlidir ki, ne kadar Allah'tan istəyərlər. Laf utandım, Allah'tan her neyi ondan isteyirik. Bu hatta düşünce belə qadağandır. Qadağandır ki, Allah için belə düşünəsən. Ne kadar istəyərlər. Elbette ki son nəfəsinə qədər istəyəcəksən. Hətta ölərkən belə sənin uzun arzuların qalmış olacaq. Sənin deyildikdə hər birimizin. Çünkü bu əslində arzularına çatmamaq deyil. Bu insanın arzularının bitməməsidir. Bəli, çünkü ola bilər ki bəziləri belə başa düşsün. Yani niye ki öləndə arzusu qalsın? Qoy həyata keçsin də. Həyata keçib. Milyonlarla arzularımız həyata keçib. Bizim arzularımız bitmir. Çünkü Allah bizi bu funksiyada yaratmıştı. Arzular edirsən, sonra arzuna yetişmək için çaba göstərirsən. İslam anlayışı budur. Əvvəl fikir oyanır başta ki, misal üçün, evlenmek istəyirəm. Sonra bu evlilik için mübarizə başlayır. İşləyirsən, axtarırsan, maraqlanırsan, bütün bunları görürsən. Yoksa evde oturup da arzu etdim, arzum həyata keçəcək, bu nağıllardır, uşaqları aldatmaq üçün. Deməli, sən çaba göstərməlisən, Rəbbindən də yardım istəməklə bərabər. Bax, budur İslam anlayışı. Evde oturmakla değil, Rabbindən yardım arzulayırsan, Rabbindən onun xeyirlisini istəyirsən ve özün de dayanmadan buna devam edirsən ki, daha xeyirli olsun, daha düzgün olsun, səbəblərdən düzgün sarılmalısan. Misal üçün, iş axtarırsan, ya evlilik etmək istəyirsən, yani xeyirli bir insan axtarırsan, Allah ne yazıb o olacaq sözü düzgün değil. Elbette ki Allah ne yazıb o olacaq. Allah'ın yazdığı nədir görəsən? Biz onu bilmirik ki. Biz çabamızı göstərək. Çünkü Allah Subhanahu Teala Kur'an-ı Kerim'de insan neye çaba göstererse ona o veriləcəkdir. Sen çaba göster, hərəkət et, Allah sana xeyir ve bereket verəcək. Bəs bu arzuları, bu duaları biz kime etməliyik? Elbette ki Rabbimizə. Kiminsə cəddindən, kiminsə ziyarətgahından, kiminsə təbərrükündən değil ki, Allah'tan istəyəcəyik. Usanmadan, dayanmadan, bir günde minlərlə arzumuz olsa belə, hamını Allah'tan istəyəcəksən, çünkü onu sənə verəcək güc Allah'tır. Heç bir vasitəyə ehtiyac yoxdur, birbaşa Rəbbin və sən. Bəli, değerli Müslümanlar, son zamanlar sosyal şəbəkələrdə də tez-tez görülür, hacat namazı deyiləcək bir namaz. Əslində, bu hacat deyilən namazın İslam fiqhinə, qaydasına görə əsli adı istixarə namazıdır. İstixarə namazı. Yani kim ona hacat namazı deyirsə, bu o demək deyildir, batildir, yanlışdır. Bəli, hele eyni sözdür, eyni məqsədə gəlir. Sadəcə olaraq ən savadlı söz
burada deyiləsi qanunlara uyğun olanı istixarə namazıdır. İstixarə namazdır. Daha bəzi cahillərin etdiyi şarlatanların yanına gedib mən üçün bir istixarə aç, görüm yaxşı gəlir, pis gəlir, fal açdırırlar. Açan da günahkardır, ora gedən də günahkardır. Bunun üçün heç yerə getmək lazım deyil. İstixarə sözünün lüğəti mənası Allahdan xeyir arzulamaq deməkdir. İstixarə, xara xeyir mənasını verir. Yəni Allahdan xeyir arzulamaq. Hə, Allahdan xeyir arzulayırsansa, hansı şarlatanın yanına getmək lazımdır ki? Heç yerə. Elə evində Resulullahın öyrətdiyi formada. Allahın Resulü sallallahu aleyhi və səlləm belə buyurmuşdu. Mə min abdin yetavadda'a feyuhsinu tuhur thumma yusalli rak'atin thumma yestagfirillah gafarallahu lehu. Kim gözəl bir şəkildə dəstəmaz alarsa, sonra 2 rükət namaz qılarsa və ondan sonra Rəbbinə dua edərək ondan bağışlama və nələr istəyərsə, Allah ona onu verərdir. Allah onu bağışlayar. Deməli, dua edərsənsə günahların üçün Allah səni bağışlayar. Arzu edərsənsə istənilən bir şeyə Allah onu sənə verər. Deməli, buna deyilir istixarə namazı, yəni xeyri Allahdan istəmək namazı. Qaydası, dəstəmaz aldın, qibləyə dayandın, niyyət etdin, istixarə namazı qılıram. Yəni, kimsə deyibsə, hacət namazı qılıram, onun da sözü səhihdir. Sadəcə olaraq istixarə desən, bu hədislərdə keçən sözdür. Yəni, ən doğrusu budur. Və 2 rükət niyyət etdin istixarə namazına. Təkbir gətirdin, Allahu Akbar. Əllərin sinəndə bağlandı, 2 rükət namaz qıldın. Bildiyin, sübh namazında qıldığın kimi. Yəni, azan iqamə deyilmir də, məlumdur ki, azan iqamə 5 namazda deyilir. Ondan başqa azan iqamə yoxdur. Birbaşa niyyət, namaz başladı. 2 rükət qıldın, 2-ci rükətin təşəhhüdünü dedin. Bəziləri burada çiyinlərə salam verməmiş dua et deyir. Amma birdən çiyinlərə salam verdinsə, yenə də xətası yoxdur. Çiyinlərə salam verdikdən sonra dua et. Nə istəyirdin? Nə arzun var idi? Evlilik mi arzu edirsən? Övladını mı evləndirirsən? Hansıysa iş qurmaq istəyirsən? Xəstəlikdən şəfa mı istəyirsən? Şifa mı istəyirsən? Deməli, nədir arzun? Nə istəyin var? Bax, orada elə ana dilində Allahdan arzu elə. Allahdan istə. Bu, hacət deyilən, istixara deyilən namaz budur. Hacət sözünün mənası ehtiyac deməkdir. Hacə, ehtiyac. Yəni, Allahın bir ehtiyacın var. Məntiq olaraq düz sözdür. Elə bunun adını da namaza qoysan bir xətası yoxdur. Amma ki, çox gözəl olar ki, istixara deyəsən, bu daha uyğundur. Bəli, deməli 2 rükət bu namaz qıldın, ya bu namazın təşəhhüdündən sonra, ya təşəhhüdü salamlardan sonra duanı et. Bəziləri burada bir rəsmi dua qoyublar ki, bu duanı et, ki o dua da səhih sənəd ilə Rasulullahdan varid olmuşdu. Yəni, istəyərsən onu hələ müsəlman qalasında istixara namazının duası deyə yaz, o dua gəlsin. İstəməzsənsə, heç ehtiyac da yoxdur ona. Hələ ana dilində, öz Rəbbinlə söhbət et. Nə söhbət edəsən, onu səndən gözəl kimsə bilməz. İçindən gələn duyğularınla Rəbbinə yalvar. Allahdan istə, onun xeyirlisini, uğurlu olmasını, bərəkətli olmasını, gözəl arzularımız var. Ona görə daha da gözəl arzuların doğmasını. Allahdan bax, beləcə arzula. Ola bilər ki, bir istixara namazında bir neçə niyyətin olsun. Misal üçün, həm iş istəyirsən, həm də xəstəliyinə şifa istəyirsən. Fərq etməz. 2 dua etsən, 5 bir məsələni birləşdirib bir dəfə namaz qılsan, 100-ünü belə birləşdirsən, Allah
bu qədər bəsdir, gücüm çatmaz deməz ki. Məgər Əl-Qavi, ən güclü Allah deyilmi? Qadil həcət, ehtiyacları ödəyən Allah deyilmi? Əs-Səmi', bütün duaları eşidən Allah deyilmi? Əlbəttə ki, Allahdır, Allahdır, Allahdır. Ona görə də, yəni bir neçə duan olsa belə onun içində birləşdirə bilərsən. Hökmən deyildir, hər bir istək üçün bir namaz qılınsın. Yox, bir neçə duanı birləşdirə bilərsən. Və amma burada unutma. Bakara surəsi 45-ci ayədə Allah Subhanahu taala buyurmuşdu. İstəinu bis-sabri vəs-salah. Allahdan səbirlə, namaz ilə yardım istəyin. Səbirlə və namazla. Çox maraqlıdır. İki şey burada qeyd etdi. Səbir və namaz. Deməli, Allahdan istəyirsənsə, namaz qıl, yəni həmən bu namazı ki, bayaqdan qeyd edirik. Sonra, yəni 2 rükət namaz qıldın, sonra dua et və deyir, səbirli ol. Yəni, tələsmə həyata keçməsi üçün. Niyə belə oldu? İllərlə də yalvarıram. Niyə evim yoxdur? Və yaxud da ki, niyə övladımı evləndirə bilmirəm? Və yaxud da ki, niyə bu qədər uğursuzluq mənə baş verir? Unutma, sən heç bir peyğəmbərdən nə iman tərəfindən üstün deyilsən, nə də Allaha yaxın olmaq, daha sevimli olmaq nöqteyi nəzərindən. Allaha biz peyğəmbərlər qədər yaxın ola bilmərik. Amma bəzən həyatın elə acımasızlığı vardır ki, o, sən istəmədən baş verir. Resulullah məgər övladları üçün dua etməmişdi? O, 7 övladından 6-sını əlləri ilə qəbrə qoyub, məgər o həyat yoldaşlarının yaşaması üçün Allaha arzu etməmişdi? Amma neçə zövcəsini, həyat yoldaşını dəfn edib? Məgər Əyyub əleyhissalam Allaha layiqincə dua etmirdi, o xəstəlikləri keçirdirdi. Deməli, sən dua et, sən Allahdan istə, Allah səni imtihan edir. Ola bilsin ki, bir arzun istəyən kimi həyata keçsin. Çünki Allahın Rəsulü sallallahu aleyhi və səlləm buyurmuşdu. Hər hansı bir müsəlman Allaha dua edərsə, onun o duası 3 halda hökmən həyata keçmişdi. 3 halda biri hökmən baş verəcək. Ya anında arzusu həyata keçəcək ki, bu bizim hər birimizin arzusu budur. Anında olsun. İndi istədim, indi olsun. Və sonra deyir, ya təxirə salınacaq ki, biz buna təhəmmül etmirik, təxirə salınacaq. Ola bilər ki, duanı indi etdin, illər sonra baş verəcək. Yusuf əleyhissalam övladı üçün dualar etdi, illər sonra övladını tapdı. Necə tapdı? Krallar kimi tapdı. Bəli. Deməli, ya təxirə salınır, yəni illər sonra həyata keçir. 2. Üçüncü hal, Resulullah deyir, duan həyata keçmədirsə, bilginən ki, sənin başından böyük bir bəla qalxmışdı o duanın nəticəsində. Bu da 3-cü. Deməli, sən Allaha dua etmisənsə, bilginən, anında həyata keçdisə, bəli, duan qəbul oldu. Yubanırsa, səbirli ol, bir zaman keçəcək. Amma heç həyata keçməyibsə, bil ki, o duana görə sənin başından bir bəla qalxıb. İndi sən, qul, səndən soruşulur. Sən nə itirmisən ki? Ağzını açmısan, o qədər boş-boşuna danışırıq. Ağzını açmısan, Rəbbinə ixlas ilə dua etmisən. Buna pul xərcləməmisən, güclü enerji xərcləməmisən, daha çox ehtiyacın olan bir şeyləri buna verməmisən, heç nə verməmisən. Dua etmisən, həyata keçibsə keçib, keçməyibsə başından bir bəla qalxıb. Məgər bəlanı həzm edə bilərik biz? Bəlkə də arzundan böyük bəla qalxıb səndən. Bəlkə də sən maşın arzulayırdın,
Bəlkə də sənin başından ayağının sınması qalxıb. Maşının olub ayağın sınıb evdə oturmaq yaxşıdır, yoxsa bəlanın səndən qalxması yaxşıdır. Ona görə də Omar İbn Xattab radiyallahu anhu, Allah ondan razı olsun, nə gözəl söz demişdi o bizim üçün. O bizə demişdi, ey insanlar, mən Allaha dua edəndə, mən heç gözləmirəm, ya tez, ya təxirə salınacaq, ya da hasansa başımdan bir şey qalxacaq. Mən dua edəndə bilirəm ki, duanı mülkün sahibi Allaha edirəm. Ən güclü olana dua edirəm və qullarını eşidənə dua edirəm. Bilirəm ki, o məni eşidir və bilirəm ki, o istəyimi həyata keçirtməyə də qadirdir. Amma mən onu bilirəm ki, o mənim üçün, mənim bildiyimdən böyük bir planı vardır. Mənim üçün daha xeyirlisini o məsləhət bilir və mən ona təvəkkül edirəm, ona arzu edirəm, o mənim üçün ən xeyirli olanı etsin. Mən heç duanı edəndə, heç gözləmirəm haçan həyata keçər. Edirəm duamı, üstündən keçirəm. Lazımdır anında verəcək, lazımdır gecikdirəcək. Heç lazım deyilsə onun əvəzinə bir bəla qaldıracaq. Əgər bunların heç biri olmasa belə, Omar radiyallahu anhu deyir, mən bilirəm ki, o mənə ahirətdə bunun mükafatını verəcək. Deməli biz, dəyərli insanlar, Allaha dua edək. Namaz qıl, yardım istə Allahdan. Daha bu sözü düşünmə, nə oldu? Bu işim niyə baş vermir? Demə, Allaha bu söz deyilməz. O buna qəzəblənir. Çünki o çox mərhəmətlidir. Mərhəmətlidirsə niyə vermir? Deməli, o bizim ağlımızla deyil. Öz istəyi çərçivəsində iş görür. Amma onun bizdən istəyi budur. Məndən istə. Başqasından deyil. Bu nədir? Bu nə anlayışdır? Bəzi insanlar, duam həyata keçmir, neyniyim, yalvardım, vermədi. Mən də belə istədim, olmadı. Mənə dedilər, get filan ziyarətgaha, dua et, orada baş verər. Getdim, orada da baş verdi. Baxın, ey Allahın qulları, əgər bir nəfər Allahdan bir şey arzu edibsə, o onu hələ həyata keçməyibsə, amma sonra o gedib Allaha şərik qoşubsa, yəni ocağa gedib, qurban kəsib orada, ziyarətgahda bir şey arzulayıb, amma sonra o iş baş veribsə, inanın ki, bunu danışanda insanın tükləri ürpənir. Bu daha qorxunc bir şeydir. Bu daha qorxunc bir şeydir. Ola bilsin ki, Allah ona deyib, sən məni mi dəyişdin bu ziyarətgaha? Bunu mu arzulayırdın? Arzun budurmu? Bəlkə də Allah elə sənə fürsət verib ki, al bu istədiyini, amma artıq sən mənim mömin takvalı qulum deyilsən. Sən müşriksən, sən kafirsən. Subhanallah, əgər bir insana bu söz deyilib, dünya ona verilibsə, dünyanın ən böyük krallığı verilibsə, bədbəxt oldu o adam. Vay olsun onun halına vay. Çünki 30 illik, 40 illik bir ömür gəlib keçəcək. Allahın huzuruna isə qara üzlü, müşrik kimi cəhənnəm əhli olaraq qaldırılacaq. Bu mu lazım idi sənə? Bu qədər mi istəyirdin bu istəyibin nə olur olsun həyata keçməsi? Hətta bəzi nadanlar deyirlər, mən şeytanla işbirliyi görərəm, tək arzuma çatım. Güya bu qədər mübarizdir. Sən mübariz deyilsən, sən şeytanın qulusan. Gördünmü nəfsinin köləsini? Allah deyir. Belə insanlara aiddir bu söz. Gördünmü nəfsinin köləsi? Yəni arzusunun köləsidir. Nə olur olsun arzun baş versin. Buraxmır bunu mərhəmətli Allahın öhdəsinə. Hökmən gərək bu nə arzulayıbsa həyata keçsin. Bu doğru deyil. Zamanı var, səndən tələb olunanları et, qalanı ilə işin olmasın. Və bir də sizə bunu da deyim, bu arada çox yayılıb bu, yayğındır, sosial şəbəkələrdə görünür. 1000 dəfə salavat çək, nə bilim filan duan qəbul olacaq. Söz yox, salavat zikirdir, ibadət növlərindəndir. Salavat, yəni Allahümmə salli alə Muhammed və əli Muhammed. Bu və bunun istənilən bir növü. Bəli, bu zikirdir, bu duadır. Hər bir duanın əvvəlində və axırında deyilən sözlərdəndir.
Amma bunu 1000 dəfə demək nəyə lazımdır? Nəyə lazımdır 1000 dəfə demək? Bunu 1000 dəfə demək Allahın Rəsulundan gəlmir. Bunu dindarlar tövsiyə eləyiblər ki, 1000 dəfə de, Allah sənə dualarını qəbul edər. Mənə görə 1000 dəfə onu deməkdənsə, onun hələ 30-40'ının yerini tutar. 2 rükət namaz. Namaza heç nə çatmaz. Heç bir zikir namaza çata bilməz. O qədər böyükdür. Sən hələ 2 rükət namaz qıl, Resulullahın göstərdiyi kimi Allahdan istə. Allahım sənin rəhmət bərəkətin olsun Muhammedə və onun ailə üzvlərinə. 1000 dəfə demək nəyə lazımdır ki? Hələ bunu 1 dəfə de, sonra duanı eylə. 2 dəfə de, 3 dəfə de, bunun 1000 dəfəsinə ehtiyac yoxdur. Amma sən sayı hesabı olmayan qədər de, Allahu Ekber, Allah böyükdür. Sən de, la ilahə illallah. Bəli, bax bunlar əzəmətli sözlərdir. Çünki bunlar Allah ilə məşğul, Allaha aid olan sözlərdir. Allahın şənini ucaltmaqdır. Sən Allahın şənini ucalt. Allahın quluna gəldikdə 1 dəfə dedin, 3 dəfə dedin, bəsdir. Daha bunun yüzlərlə, minlərlə demək ehtiyacı yoxdur. Allahın şəninə gələndə dilin quruyana qədər de. Allahın şənini uca tut. Allahı ucalt. Çünki sən Allahı ucaltdıqca Allahın yanında ucalırsan. Başqalarına gəldikdə isə gözəl anılarla xatırladın, tamamdır, bəsdir. Bir insan, misal üçün, bir övliyadır. Onun üçün bir rəhmət göndərdin. Bəsdir, onu daha da çox saatlarla onun barəsində düşünmə. Saatlarla Allah barəsində düşün. Allah barəsində. Bəli, dəyərli müsəlmanlar, istixarə namazı 2 rükət, o namazı qılaq, Allahdan arzu edək. Və bildiyiniz hacət namazı da elə budur. Sadəcə olaraq bunun adı əsli istixarədir. Allah müsəlmanların bütün dualarını qəbul etsin və Allah bizim üçün Allahın bildiyi ən xeyirli nədirsə onu etsin və dua edib səbirsiz olan müsəlman bacı qardaşlarımıza da Allah səbir versin ki, yəni sən Allaha təvəkkül et, Allah bizə bəs edər. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.